Bu ev 3 sotdadır, elə bir evdir ki, Masazırda bu evdən yoxdur dəyərli izləyicilər. Nə mənada yoxdur? Kirən yanaşı var. Yəni bundan başqa yoxdur. 3 sotda inşa olunub, əvvəl sizə çəkib yarı təmirli formada təqdim etdim bu evin. Təmiri yekunlaşdı. 3 sot paket Kuçalı dövlət ipotekasına yararlı əla bir evdir. Masazırda yerləşir 6 nömrəli məktəbin yanında. Deməli, dəyərli izləyicilərim, belə bir xarici görünüşə sahibdir evimiz. 200 kvadrat metrlik nəhəng ölçüyə sahibdir. 1 və 2-ci mərtəbə monolit betondur və 2-ci mərtəbənin yekunlu beton kəmər atılıb, 4 tərəfdən cüt daşla inşa olunub. Girişdə sol üst hissədə besetka yığılıb, həyət gözəl qaydada tamət daşlarla işlənib. 6 nömrəli məktəblə Araz marketlə ara məsafəsi 100 metrdir. Burada baxın, yaşıllıq yerləri nəzərdə tutulub. Bunu siz deməli artıra da bilərsiniz yaşıllıq yerlərin. Çox əla təmirli, geniş bir evdir dəyərli izləyicilər, geniş bir ev. Çox da əla qiymətdir. Qiymətini əvvəlcədən sizə vurğulayım, 137.000 manatdır dəyərli izləyicilər. Evimizin giriş hissəsi bu qaydadadır. Baxın, deməli, birinci mərtəbə bütünlüklə istipoldur. Xanımların çox bəyənəcəyi bir evdir. Geniş otaq ölçülərinə sahibdir. Girişdə sağda yerləşir evimizin qonaq otağı. Görün, necə gözəl təmirə sahibdir. Baxın, belə bir qonaq otağı. Geniş pəncərələrdən istifadə olunub və öz həyətyanı sahəsinə baxır. Bura evimizin zal hissəsi. Kondisioner və TV xəttləri bir otağa çəkilib. Burada istipoldur. Birinci mərtəbə bütünlüklə istipoldur. Mərtəbə arası da monolit betondur. Və ikinci mərtəbənin yekununda da beton kəmər atılıb. Bura evimizin mətbəx sahəsində təxminən 25 kvadrat metrlik bir mətbəx sahəsi mövcuddur. Belə bir geniş mətbəx sahəsi tavanda görürsünüz. Stollardan istifadə olunub. Evimizin sənədi Kuçadır. Paket sənəddir, dövlət ipotekasına da yararlıdır. Buradan arxa tərəfdən məsafə saxlanılıb, kombi aparatının yeri və digər məqsədlər üçün də xanımlar buradan istifadə edə bilər. Paltar asmaq üçün və s. və ilə axır. İlk mərtəbənin sanuzelini göstərim sizə. Ev çox keyfiyyətli formada inşa olunub. 60-a təməl üzərində inşa olunub. 4 tərəfdən cüt kubiklə 1 və 2-ci mərtəbə monolit beton və 2-ci mərtəbənin yekununda beton kəmər atılıb. Sizə hər deməli, xırda detala çalışıram, nəzərinizə çatdıram ki, görəsiz, evimizin ölçüləri 8.50-nin 12-yədir dəyərli izləyicilər. 200 kvadrat metrdən ibarətdir. Baxın, pilləkən işıqlandırılması və s. və ilə axır. Bütün xırda nüanslara fikir verilib. İkinci mərtəbədə yerləşir 3 geniş yataq otağı və balkon sahəsi. Baxın, sağda balkon, burada 3 yataq otağı və sanuzel. Burada belə bir böyük yataq otağı. Yenə də eyni qaydada. Geniş pəncərə təxminən 30 kvadrat metrlik yataq otağı ailə üçün nəzərdə tutulub. Öz həyətyanı sahəsinə baxır. Baxın, belə bir yataq otağı. Mərtəbə arası da monolit betondur. Məlumatları təkrarlayıram ki, diqqətinizdə olsun. Burada növbəti belə bir böyük yataq otağı, haradasa 25 kvadrat metrlik bir yataq otağı. Burada isə uşaq otağıdır. Bu da haradasa 3-ün 4-dədir. 12 kvadrat olar burada. Burada isə 2-ci mərtəbənin sanuzeldir. Paket Kuçalı evdir. Masazırda 6 nömrəli məktəbin yanında. Araz marketlə məktəblə arası 100 metrdir. Paket Kuçalı evdir. Qaz, su, işığı fasiləsizdir. Mərkəz kanalizasiya var. Evimizin start qiyməti 137.000 manatdır. Əlaqə saxlamağı unutmayın. Real alıcılara endirim olunacaq. Bu evin yanında da bir dənə bundan var. Görürsünüz, hazırda təmir işlər gedir. Onu da iki dost, iki qardaşdır gəlib əldə edə bilər. Ətraf da tamamilə yaşayışlı evlərdən ibarətdir. Panoraması da bu hissədən düz görünədir. Əlaqə saxlamağı unutmayın. Sağ olun, həll edin.